Uşaqlar, bugünkü dərsimiz mürəkkəb efirlərdir. Mürəkkəb efirin ümumi formulası CnH2nO2-dir. Biz bu formulanı bir əsaslı karbon turşularında da keçmişik. Deməli, əgər eyni formulaya malikdirsə, mürəkkəb efirlərlə bir atomlu doymuş karbon turşuları bir-birinin siniflər arası izomerdir. Mürəkkəb efirlərin funksional qrupu budur uşaqlar. Baxın, COOL qrupbası. Elə bir ki, turşudakı COOH yazmırdıq, hidrogeni radikalla əvəz edirik. Əgər bir maddənin içində bu qrup varsa, buna mürəkkəb efirlər deyilir. Bəzi testlərdə çox vaxt bunu belə yazır, bu istiqamətdə, şaquli istiqamətdə yazır. Fərqi yoxdur. Bu qrup varsa, mürəkkəb efir qrupbasına. Belə də yaza bilərik, birləşdirsək, COOR. Bunlar hamısı mürəkkəb efirlərdir. Mürəkkəb efirləri, məsələn, nümunə olaraq götürə bilərik. Məsələn, baxın, qarışqa turşusu ilə bir mən yazıram. Fikir verin yazılışıma. Qarışqa turşusu ilə gəlirəm. Qarışqa turşusuna burada hidrogen yazırım. Məsələn, hidrogenin yerinə burada metil yazdım. Baxın, bu olur artıq mürəkkəb efir. Və yaxud sirkə turşusu yazıram. CH3-ünü bunu belə yazacağım. COO, hidrogenin yerinə etil yazıram. Baxın, oldu mürəkkəb efir. Və yaxud yaza bilərəm akril turşusu. Akril turşusu, doymamış karbon turşusuydu. Baxın, burada məsələn yazıram, tutaq ki, CH3. Bu da artıq mürəkkəb efirdir. Mürəkkəb efirlər turşular və spirtlər arasında yaranır uşaqlar, dehidratlaşmasından yaranır. Və burada üzvü turşu da ola bilər, qeyri-üzvü turşu da ola bilər. Amma bir şərt var ki, mütləq oksigenli turşu olmalıdır. Məsələn, nitrat turşusu da götürə bilərik, sulfat turşusu da götürə bilərik. İndi adlandıraq, sonra alınmasında izah edəcəm onları. Baxın, necə adlandırırıq? Bunu deyirik ki, qarışqa turşusunun metil efiri. Bir də səmərəli və beynəlxalq adları var uşaqlar. Səmərəli və beynəlxalq adları adlandırarkən, deməli, səmərəlidən başlayayım, sondan başlayıram. Hansı radikalı görürəm? Metil. Deyirəm, metil qarışqa turşusunun səmərəli adını öyrənmişdik turşular mövzusunda. Atla qutarırdı, deyilik formiat, sirkə turşusuna deyilik asetat. Əgər səmərəli üsünə efiri adlandırıramsa mən, metildə dedikdən sonra turşunun səmərəli adını, yəni atla sonlanan adını deməliyəm. Deyirəm formiat. Və yaxud bunu da adlandıraq, sonra keçərik beynəlxalqa. Məsələn, gəlirik ən sonda, görürəm etili. Deyirəm etil, sirkə turşusunun səmərəli adı sirkə turşusudur, asetat turşusu deyirik, amma atla qutaran adı deməliyəm. Deyirəm etil asetat. Və yaxud baxın, akril turşusunu görürəm. Metil, akrilat. Gördük, bu onların olur səmərəli adları. Beynəlxalq adla adlandırarkən yenə buradan başlayıram. Metil, amma beynəlxalq adı adlandıranda turşunun beynəlxalq adına uyğun adının sonuna O-at şəkilisi, baxın, O-at şəkilisi əlavə edirəm. Yəni, bir karbonu olan turşunun beynəlxalq adı metan turşusuydu. Burada deyirəm metan, deyirəm tam metan sözünü, sonra O-at şəkilisi əlavə edirəm. Bu olur beynəlxalq adı. Və yaxud ikinciyə keçək. Etil, bax, sirkə turşusunun beynəlxalq adı etan turşusudur. Deyirəm, bax, etan, tam deyirəm, O-at. Sonra gəlirəm akril turşusuna tutaq demək istəyirəm. Deyirəm metil, akril turşusunun beynəlxalq adı propen turşusuydu. Deyirəm, bax, propen-O-at. Bu da olur bunların beynəlxalq adları. Uşaqlar, mürəkkəb efirlərindən dedik ki, turşular siniflər arası izomerdir. Məsələn, elə bunların siniflər arası izomerliklərinə nümunə göstərək. Məsəl üçün, metil formiatın siniflər arası izomerin deyəndə bilməliyik ki, karbon turşuları, bir əsaslı karbon turşularından izomerdir. Yəni, mən o saat karbon sayını sayıram, 1, 2. 2 karbonlu olan turşunu yazıram. Baxın, 2 karbonlu olan turşu, necə yazıram? Sirkə turşusu. Deməli, sirkə turşusu ilə bu mürəkkəb efir bir-birinə siniflər arası izomerdir. Və yaxud bunu yazaq. Baxın, 2, burada da 2, 4 dənə karbon var bu efirin tərkibində. 4 karbonu olan turşu yazıram. Butan turşusu və yaxud bunun izomer formasını yaza bilərəm. Baxın, 2 metil propan turşusu. Bunlarla, bu ikisi ilə, bu, yəni etil asetat siniflər arası izomerdir. İndi keçək alınmasına. Alınması necə alınmışlar? Ümumiyyətlə, mürəkkəb efirlər uçucu mayələr olur. Onlar əsasən həll edici kimi və ətraf sənayesində istifadə olunur. Karbon turşularına siniflər arası izomerlik dedik, lakin bunlarda hidrogen rabitəsi yoxdur. Ona görə qaynama temperaturu turşularla müqayisədə daha aşağıdır. Alınmasına gəldikdə birinci öyrənirik efirləşmə reaksiyası. Uşaqlar, efirləşmə reaksiyası turşu ilə
spirt arasında olur. Amma necə turşu dedik? Oksigenli turşu ilə üzvi də ola bilər, qeyri-üzvi də ola bilər. Dönən reaksiyadır. Buradan mürəkkəb efir, qısa-qısa yazıram və su əmələ gəlir. İndi məsələn bir dənə nümunə yazaq. Tutaq ki, yazıram qarışqa turşusu. Bax, qarışqa turşusunu belə yazıram. Qarışqa turşusunu götürürəm. Metil spirti ilə efirləşmə reaksiyasına aparıram. Burada vacib nüans nədir? Mütləq turşudan OH, spirtdən hidrogen götürməliyəm. Əksinə götürsəm səhvdir, ola bilməz. Turşudan OH, spirtdən hidrogen. Ayrılır H2O şəklində. Sonra gəlirəm, necə görürəm maddəni bax. HCO, OH-ı yazmıram. Bu birləşən yerdən ora birləşdirirəm. OCH3. Əmələ gəldi metil formayan və su. Bu reaksiya dönən reaksiyadır. Dönən reaksiyada turşu mühitdə. Başqa necə eləyə bilərik? Məsələn, başqa bir nümunə yaza bilərik. Məsələn üçün, sirkə turşusu yazaq. Sirkə turşusu yazıram. Üzərinə gəlirəm etil spirti. Bu zaman turşudan OH, spirtdən hidrogen götürürəm. Və əmələ gəlir etil, asetat və əlbəttə ki su. Eyni zamanda mən burada qeyri-üzvi turşu da götürə bilərəm. Məsələn, yazıram tutaq ki, metil spirti, üzərinə gəlirəm nitrat turşusu. Yenə eyni duş alır. Spirtdən hidrogen, turşudan OH-ı götürəcəm. Su ayrıldı, CH3O, indi baxın, burada hidrogen gedir. Oksigenin də biri gedib suyun yaranmasına. Əmələ gəldi NO2. Nitrat turşusunun metil efiri. Gördünüz, mürəkkəb efirdir, amma qeyri-üzvi turşudan yaranır. Sulfat turşusu da götürə bilərik. Sulfat turşusu, məsələn, tutaq ki, etil spirti götürdüm. Üzərinə gəlirəm sulfat turşusu. H2SO4. Yenə buradan hidrogeni, bunun içindən OH-ı götürəcəm. C2H5O. Hidrogenin biri yoxdur, biri qalıb. H, SO, dördüdür, biri suyun yaranmasına gedib, alınır SO3 və su. Sulfat turşusunun etil efirini yaza bilərik. Başqa cür biz necə yaza bilərik? Yəni turşunu, özünü yox, turşunun anhidridini də götürə bilərik. Baxın, tutaq ki, sirkə turşusu götürmək istəyirəm. Sirkə turşusunun özünü yox, onun anhidridini götürürəm. Anhidrid dedikdə 2 mol turşudan 1 mol su çıxır, dehidratlaşır və anhidrid əmələ gəlir. Sirkə turşusunun anhidridi budur. Baxın. Bunu yazıram və hər hansı bir spirt yazıram. Məsələn, tutaq ki, yazım metil spirti. Bu zaman nə əmələ gəlir? Baxın, yenə qırılır. Qırılan yerdən bu gedir, birləşir bura. Hidrogen də bura. Əmələ gəlir. CH3, COO, CH3, yəni metil asetat və digər hidrogen də bura birləşir oksigenin yanına və sirkə turşusu özü ayrılır. Belə də yaza bilərik. Başqa necə biz mürəkkəb efiri ala bilərik? Deməli, turşu qalacaq öz yerində. Məsələn üçün, sirkə turşusu götürürəm. Spirt yerinə alken yazıram. Məsələn, etilen yazıram. Bu zaman əmələ gəlir CH3, COO, CH5, yəni etil asetatı ala bilərik. Bunlar da alınma üsulları. Kimyəvi xassələrinə gəldikdə, mürəkkəb efirlər hidrolizə uğrayır. Hidrolizə uğradıqda mürəkkəb efirlər, deməli, məsəl üçün, baxın, metil asetat yazıram. Bunu hidroliz elətdikdə, əgər reaksiyanı turş mühitdə aparsam, bu zaman bu turşu efir nədən yaranıb ona ayrılır, hidroliz edir. Yəni, sirkə turşusuna və metil spirtinə hidroliz edir. Qələvi mühitdə mürəkkəb efirlərin hidrolizi isə başqa cür gedir. Məsələn, natrium OH mən yazsam iştirakında. Bu zaman burada incə nüansa fikir verin. Mütləq natrium turşuya birləşir. Yəni CH3COO natrium və metil spirti oradan ayrılır. Məsələn, bəzi nümunə sizə göstərə bilər ki, CH3O natrium üstə gəl sirkə turşusu. Yox, qəti sürətdə belə olur. Belə olmaz. Turşunun natrium dozu və spirt əmələ gəlir. Bir də mürəkkəb efirlər dedikdə onların hidrogenlə reaksiyasını da göstərə bilərik. Hidrogenlə reaksiya gedikdə, yəni reduksiya olunduqda. Bu zaman uşaqlar hidroliz elədikdə turşu və spirt alınır. Reduksiya olunda isə 2 spirt alınır. Bu necə yazılır? Bu hissə turşu hissədir. Bu hissə spirt hissədir. Turşu hissədə neçə karbon görürəm? 2. 2 karbonlu spirt etil spirtidir. Bəs radikal, yəni spirtin necə radikalı var burada? Metil spirtindən əmələ gəlib də 1 karbon var. 1 karbonlu spirt metil spirtidir. Yəni 2 dənə spirt alınır. Turşuya uyğun karbona uyğun turşudakı spirt və digər spirt. İndi bir də sadə efirləri izah edirəm uşaqlar. Sadə efirlər
Mürəkkəb efirlərinin fərqlidir. Sadəcə adı efirdir. Sadə efirləri ümumi yazsaq, belə bir quruluş bunları yaza bilərik. Yəni, oksigen körpüsü vasitəsilə 2 dənə radikal bir-birinə birləşir. Ümumi formulu CnH2n + 2O-dur. Yəni, bir atomlu spirtlərlə eynidir. Deməli, bunlar onların siniflər arası izameridir. Ən sadə efir, məsələn, dimetil efiri götürə bilərəm. Buna deyirik simmetrikdir. Niyə simmetrikdir? Görürsünüz, eyni radikaldır. Adlandırarkən deyirəm ki, simmetrik dimetil efiri. İlk nümayəndə budur. Başqa necə yaza bilərəm? Nümunə yaza bilərəm. Məsələn, metil O C2H5 etil. Necə deyirəm? Metil etil efiri. Amma bu qeyri-simmetrikdir. Çünki bir-birindən fərqlidir. Beynəlxalq adlandırarkən isə uşaqlar bunlara radikalın birinin sonuna yazıram. Oksi şəkildə əlavə edilir. Baxın, deyirəm met oksi, bunu nəzərdə tutdum, oksi. Bu birisi karbona uyğun alkanın adını deyirəm. Bir karbonlu alkan metan, metoksimetan. İndi burada hansına oksi əlavə edeyim? Qayda, kiçik radikala oksi əlavə eləməliyəm. Deyirəm met oksi, baxın, 2 karbonlu alkan, etan. Bunlar isə beynəlxalq adlardır uşaqlar. Sadə efirlərlə dedik, spirtlər siniflər arası izomerdir. Məsələn üçün, deyirik ki, dimetil efirinin izomerini göstər. Bu zaman yenə karbonun sayını sayıram. 2 karbon, 2 karbonlu spirt, yəni etanol etil spirti. 3 karbon yazıram, propil spirti, propanol və yaxud izopropil spirtini göstərə bilərik. Bunların siniflər arası izomerdir. Sadə efirlərdə bir atom spirtlərdə hidrogen artəsi olurdu. Sadə efirlərdə hidrogen artəsi olmuş olur. Sadə efirlər necə alınır? Spirtlərin molekullar arası dehidratlaşmasından. 2 cür dehidratlaşma vardır. Molekul daxili, molekul arası. Molekul daxili olanda alkin əmələ gəlirdi, temperatur böyüdü 140 dərəcə. Temperatur kiçikdir 140 dərəcə Selsidə. Bu reaksiyanı aparsaq, 2 dənə spirtdən 1 mol su çıxartsaq, bu zaman sadə efir əmələ gəlir. Yəni C2H5O, C2H5. Bu necədir, necə götürə bilərik? 2 dənə spirtdən 1 mol su çıxardır. Yaxşı, bəs qeyri-simmetrik efiri necə alıram? Burada yenə 2 dənə spirt götürürəm. Amma birin metil spirti götürəcəm, baxın. Birin etil spirti götürürəm. Və yenə temperatur kiçikdir 140 dərəcədə. Bunlardan 1 mol su çıxarıram. Suya baxın necə çıxardım. H2O-nu çıxartdım, ayırdım, dehidratlaşdırdım. Əmələ gəlir CH3O, C2H5. Sadə efirlərdə də, yəni qeyri-simmetriklərdə bunu nümunə götürə bilərik.